başlayaraq kəlmə və kəlmə demək morfoloji təhlilləri verəcəm. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə. Qul nəhbitu minhə cəmiə. Mənası belə olar ki, qul nə biz dedik, ihbitu enin, yəni yerə enin, minhə oradan cəmiə. Demək biz dedik, oradan hamılıqla yerə enin. Qul nə mənası biz dedikdir. Qalə feilindən törənib, bu boş feillər qrupuna aiddir və feilin birinci şəxsinin nədir? Cəmindədir, kişi və qadın cinsindədir. İhbitu, yerə enin, həbətə, yəhbutu feilindəndir. Feilin təkidi əmr formasındadır, kişi cinsindədir və cəmdədir. İhbitu, yəni siz enin. Minhə, oradan, min burada dandən, hə isə nədir? Burada bitişən əvəzlikdir və qadın cinsindədir. Mənası o deməkdir və qadın cinsinə aiddir. Bir sözlə minhənin tərkibi, min ön qoşması və hə bitişən əvəzliyindən ibarətdir. Cəmiən bütünlükdə deməkdir. Nitq hissəsi kimi nədir? Sifətdir və cəməə feilindən nə olub? Alınıb. Sifətlər ərəb dilində feildən törənir. Fəimmə yətiyənəkum minni hudən fəmən təbiə hudəyə fələ xavfun aleyhim və ləhum yəhzanun. İndi biz bura qədər tərcümə edər. Fəimmə yətiyənəkum minni hudən. Bunun mənası belə olar. Demək, əgər mən tərəfimdən, minni, bax burada mən tərəfimdən, hudən, doğru yol göstərən rəhbər deməkdir bu hudən. Doğru yol göstərən bir rəhbər gələrsə, bax bir də deyirəm, fəimmə yətiyənəkum minni hudən, əgər mənim tərəfimdən minni sizə gələr, yətiyənəkum sizə doğru yol göstərən bir rəhbər gələrsə, indi bunu təhlil eləyək. Fə başlama hərfidir. İmmə buna deyirlər şərt ədatı. Burada in şərt ədatı və mədən ibarətdir. İn şərt ədatı, mə isə təkid üçün gəlmişdir. Mənası əgər yətiyənəkum ətə feilindən əmələ gəlib. Bu yətiyə feilin indiki gələcək zamanıdır. Bax, bu yətiyənnəyə qədər, bax, yətiyənnəyə qədər feilin indiki gələcək zamanıdır və təkid nunu ilə, bax, burada təkid nunu ilə işlədilmişdir. Kum, burada sonradan gəlib feilə bitişib. Buna deyəcək bitişən əvəzlik. Yətiyənnəkum, sonra minni, yəni min nidən ibarətdir. Burada ni, yəni bu da i əslində, bax, bu i nədir? Bitişən əvəzlikdir, mən deməkdir. Min isə ön qoşmadır. Mənası olacaq minni, yəni mənim tərəfimdən. Sonra min ön qoşmasının mənası burada heç də dandən şəkilçisi deyil. Min ön qoşması yəni tərəfindən mənasını nədir? Verir. Min hudən, doğru yol göstərən bir rəhbər. Bu nədir? İsimdir, hallanmır, adlığı, yiyəliyi və təsirliyi eyni şəkildə olur. Hədə feilindən əmələ gəlib. Hədə, hədə. Sonra fəmən, təbiə. İndi bunun tərcüməsini verək. Biz hudənə kimi gəldik. Fəmən təbiə hudəyə fələ xavfun aleyhim və ləhum yəhzanun. Deyir ki, mənası kim? Fəmən təbiə hudəyə mənim yoluma, hudəyə tabi olarsa, fələ xavfun aleyhim onlara heç bir qəmginlik olmaz və ləhum yəhzanun və onlar kədərlənməzlər.
İndi başlayaq fəməndən. Fə burada bağlayıcı, mən kim deməkdir? Bu nisbi əvəzlikdir. Təbiə, təbi feildir. Demək, salim feillər qrupuna aiddir. Üçüncü şəxsdədir, fəilə modelindədir. Hudəyə, hudə və yə bitişən əvəzliyindən ibarətdir. Hudə, yol, yə isə bitişən əvəzlikdir. Burada əslində hudəyə, hudəyi şəklində idi və oldu burada nə? Hudəyə və mənim yolum deməkdir. Fələ, fə burada bağlayıcı, lə inkar ədatıdır. Xavfun, xof, qorxu deməkdir. Fələ xavfun, yəni qorxu olmaz. Aleyhim, onlara, alə ön qoşması və him bitişən əvəzliyindən ibarətdir. Və ləhum yuhzanun, və onlar nə olmaz? Hüzün sözündəndir bu, və yəni kədərlənməzlər. Və burada bağlayıcı lə inkar ədatı, hum demək şəxs əvəzliyidir, kişi cinsindədir, üçüncü şəxsdədir və cəmdədir. Yəhzanunə, bu həzənə feilindəndir və həzənə yəhzanu, yəni bu oldu artıq feilin indiki gələcək zamanı, üçüncü şəxsdədir, kişi cinsindədir və cəmdədir. Növbəti ayə gəlir 39. وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا. Bura qədər gələk. Deyir ki, o kəslər ki, kafir oldular və ayələrimizi təksib etdilər, yalanladılar. Ulaikə əshabun nər. Onlar od əhlidirlər. İndi bura qədər gələk. Vəllezine kəfəru, və bağlayıcıdır. Əlləzinə, o kəslər ki, nisbi əvəzlikdir. Kişi cinsindədir, cəmdədir. Kəfəru feildir, kafir oldular mənasındadır. Salim feillər qrupuna aiddir. Feilin üçüncü şəxsinin cəmindədir və kişi cinsindədir. Kafir oldular. Və kəzzəbu, və burada bağlayıcı, kəzzəbu, burada kəzzəbu feilin ikinci, demək ki, feilin ikinci modelindədir, yəni babındadır. Feilin ikinci düzəltmə babındadır. Kəzzəbə feilindəndir. Kəzzəbu feilin üçüncü şəxsinin cəmindədir, kişi cinsindədir. Yəni mənası təksib etdilər deməkdir. Və burada feilin ikinci mənasında, feilin ikinci babının mənası bir şeyi şiddətli şəkildə təksib etməyə deyirlər. Kəzzəbu, yəni şiddətli şəkildə yalanlamaq, təksib etmək mənasındadır. Bi ayətinə, kəzzəbə feili bi ön qoşması ilə işlənir. Ona görə burada bi ayətinə əvvəlinə bi ön qoşması gətirildi. Əyətinə, ayələrimizi, burada bi ön qoşma. Əyətinə, burada bu izafət birləşməsidir. İzafətin birinci tərəfi əyəti, nə isə bitişən əvəzlikdir. Demək, əyəti izafətin təyinnənən tərəfi, nə isə nədir? Onun təyinidir. Demək, izafət birləşməsi oldu, bir ön qoşma, əyətinə izafətin birinci tərəfi, nə isə izafətin ikinci tərəfi oldu. Nədə dediyimiz kimi bitişən əvəzlikdir. Birinci şəxsin cəmindədir. Həm kişi və həm də qadın cinsinə aiddir. Ulaikə, onlar, ərəb dilində bu işarə əvəzliyidir. Uzaqda olan canlı varlıqlara işarədir. Həm kişi və həm qadına aiddir. Hallanmaz. Ulaikə hallanmır. Əshabun nər, od əhlidirlər. Əshabu izafət, əshabun nər özü izafət birləşməsidir. Burada əshabu izafətin birinci tərəfi, təyinnənən tərəfi. Ən-nəri isə izafətin ikinci tərəfidir. İzafətin nədən bilmək olar ki, bu birləşmə izafətdir? Bunu iki halla bilmək olar. Birinci, izafətin birinci tərəfi əl artiklı götürməz. Gördüyünüz kimi əl artiklı əshabı götürməyib. Çünki niyə? Çünki izafətin birinci tərəfi təyinnənən tərəfdir.
Ona görə əl artiklı götürməz. Bu bir. İkinci, izafətin ikinci tərəfi ən-nəri daima yiyəlikdə olur. Daima yiyəlikdə olur və ən-nəri müəyyənlikdədir və cinsi də müənnəsdir, qadın cinsindədir. Dediyimiz kimi izafətin ikinci tərəfi olduğuna görə bu yiyəlik halında olur və izafətin ikinci tərəfinə ön qoşma təsir edə bilmir. İzafətin yalnız və yalnız birinci tərəfinə təsir eləyə bilər, amma ikinci tərəfinə ön qoşmalar təsir edə bilmir. Hum fiyhə xalidun. Hum onlar, demək burada şəxs əvəzlidir. Fiyhə orada, xalidunə əbədi qalacaqlar. Demək hum şəxs əvəzlidir, kişi cinsindədir, üçüncü şəxsdədir, cəmdədir. Fiyhə fi ön qoşmasından və hə bitişən əvəzliyindən ibarətdir. Sonra qadın cinsindədir, hə, fi dadə deməkdir. Yəni orada xalidunə, xalidunə demək ismi faildir. Xalidundan törənib. Xalidun, xalidunə onun cəmi olar. Və kökü nədir? Xa, lə və dəl hərflərindən ibarətdir. 40-cı ayəyə keçək inşallah. Yə bəni İsrailə zkuru ni'mətiyəlləti ən'amtu aleykum və əvfu biğəhdi. İndi bura qədər tərcüməni gələk inşallah. Yə bəni İsrailə zkuru. Bax, bura qədər gələk. Ey İsrail övladları, uzkuru ni'məti. Sizə verdiyim nemətləri yada salın, zikr edin. Yə burada demək xitab ədatıdır. Bəni İsrail, bu iki söz birləşməsi izafət birləşməsidir. İzafət birləşməsidir. İzafətin birinci tərəfi bəni, təyinlənən tərəf. İsrailə isə izafətin ikinci tərəfidir. Burada nə baş verdi? Əslində bəninə idi. Ya bəninə İsrailə olmalıdır. Amma ərəb dilinin qrammatikasında demək izafətin təyinlənən tərəfində nun hərfi düşür. Bəninə oldu burada nə? Bəni. Demək bu bəni demək burada nədir? Yiyəlik halındadır. Çünki yə, burada yə ədat izafətin birinci tərəfinə təsir elədi. Onu saldı nəyə? Yiyəlik halına. Demək burada yə bəninə, yenə təkrarım, olmalıydı. Amma nun hərfi düşdü, oldu yə bəni. İsrailə. İsrailə. Bu İsrail xüsusi isimdir və izafətin ikinci tərəfidir. İndi sual oluna bilər ki, niyə görə bu təsirlikdə gəldi? Çünki İsrailə iki hallı isimdir və bunun yəli və təsirliyi bax eyni şəkildə olur, fəthəli olur. Yəni həm yəli və həm təsirli eyni İsrailə şəklində olacaqdır. Uzkuru yada salın, zikr edin. Zəkərə feilindəndir. Uzkuru feilin təkidi əmr formasındadır. Yəni siz zikr edin. Bu cəmdədir. Ni'mətiyəlləti, ni'mətiyəlləti yəni mənim nemətlərimi deməkdir. Burada niyə görə ni'mətiyə gəldi? Ni'məti olmadı. Çünki uzkuru feili təsirli feil olduğuna görə ni'mətini saldı ni'mətiyə. Saldı bunu təsirli halına. Ona görə ni'məti deyil, ni'mətiyə oldu. Yəni mənim nemətlərimi. O nemət ki, əlləti, o ki, mənim nemətlərim. Bax, bu mənada gedir. Ni'mətiyəlləti, əlləti burada nisbi əvəzlikdir, qadın cinsindədir. Niyə görə əlləzi olmadı? Çünki nemət sözünün, bax bu ni'mətun, bunun cinsi qadın cinsindədir. Ona görə əlləti də burada nə oldu? Qadın cinsində oldu. Bax, səbəb budur. Əlləti nisbi əvəzlikdir, hallanmaz və qadın cinsinə aiddir. Ən'amtu aleykum. Yəni sizə ən'amtu aleykum, sizə verdiyim nemətləri və yaxud da lütf etdiyim deməkdir. Ən'amtu, mən sizə nemət verdim. Ən'amə feilindəndir.
birinci şəxsdədir və təkdədir. Aleykum sizə alə ön qoşması və kum bitişən əvəzliyindən ibarətdir. Sonra və əvfu biğəhdi ufi biğəhdikum. Nə deməkdir bu? Və əvfu əmr formasıdır. Vəfə feilindən əmərə gəlib. Əhdimə, vəfa edin əhdimə əmr formasıdır. Biğəhdi, əhdimə, ufi biğəhdikum. Yəni, mən də sizin əhdinizə neyiniyim? Vəfa edim. Baxırıq. Və əvfu, bu feilin 4-cü babının təkidi əmr formasıdır. Əvfədir keçmiş zamanı. Əvfu, bunun nə olacaq? Əmri olacaq. Təkidi əmr forması olacaq. Əvfu, biğəhdi, burada əvfu, onu da sizə deyim ki, əvfə feili bir ön qoşması ilə işlənir. Ona görə də bir ön qoşması burada əhdinin qabağında gəlir. Biğəhdi, əhdimə, burada binin mənası a, ə, ya şəklində olacaq. İlə dadə mənasında olmayacaq. Ərəb dilində ön qoşmaların mənası çox olur və biğəhdidə a, ə, ya mənasında olacaqdır. Qəhdi, burada izafət birləşməsidir. Qəhdi, burada izafətin birinci tərəfi. Yə isə buna mütəkəllim yası deyirlər. Yəni, birinci şəxsin bitişən əvəzliyidir, mən deməkdir. Biqəhdi, burada təyindir. Qəhdi isə təyinlənən tərəfdir. Ufi, biqəhdikum, mən də sizin əhdinizə vəfa edim. Ufi, burada feilin şərt formasıdır və ufi, burada yə düşüb, burada bir dənə yə hərfi var idi, vəfa kəlməsində də deyirik və bu müəyyən elal qaydalarına əsasən bu düşdü, oldu ufi, şərt forması, biqəhdikum, sizin əhdinizə bi ön qoşma, qəhdikum, burada binin mənası a, ə, yayədir, qəhdikum, izafət birləşməsidir, sizin əhdinizə mənasındadır. Qəhdi təyinlənən, kum isə təyindir, bitişən əvəzlikdir, kişi cinsindədir və cəmdədir. Və iyyəyə fərhəbun və məndən həzər edin. Başlayıb, görək, iyyəyə nə deməkdir? Və bağlayıcı, iyyəyə. İyyə burada birgəlik ədatıdır, yalnız deməkdir. Yalnız məndən. Necə ki, Fatihə surəsində deyirik, İyyəkə, yalnız səndən kömək istəri mənasında. Burada da və iyyəyə, yalnız məndən deməkdir. Yalnız məndən. Əslində iyyəyi olmalıydı. Niyə görə iyyəyə gəldi? İyyəyə şəklində oldu. Çünki iyyə ədatı özündən sonra gələn nitq hissəsinin təsirli halda olmasını tələb edir. Ona görə iyyəyi yox, iyyəyə şəklində oldu. Fərhəbuni, yalnız məndən həzər edin. Burada irhəbuni fə bağlayıcı, irhəbuni nəslində nidən sonra bir yə olmalıydı. Yə tərkibi halına düşdüyünə görə yə hərfi tullandı, atıldı, həzf oldu. Tərkibi halına düşdü və oldu fərhəbuni, məndən həzər edin. İrhəbu, həzər edin. Ni, məndən. Burada yə hərfi nədir? Düşdü. Feilin kökü ra, hə, bədəndir. Sonra və əminu bimə ənzəltu musaddiqan limə mə'akum. Bax, bunun indi tərcüməsinə baxaq. Demək, hərfi tərcümə. Və əminu, iman gətirin, bimə, şeyə, yəni mənasında ənzəltu, mən nazil etdim. Musaddiqan limə mə'akum, musaddiqan təsdiqləyici olaraq, limə mə'akum, limə mə'akum, yəni əlinizdə olanı təsdiqləyici olaraq. Bu mənası budur. İndi bir də bunu demək, tərcümə eləyək. Buradan başlayacağıq. Əlinizdəki olana təsdiqləyici olaraq
nazil etdiyimə iman gətirin. Və əminu və burada bağlayıcı əminu, əmənə feilindən əmələ gəlir. Feilin təkidi əmr formasıdır. Feilin tərkibi əmr forması 4-cü babdadır. Bimə, o şeyə mənasında şeyə. Bir burada ön qoşma, mə nədir? Nisbə əvəzlikdir. Ənzəltu mənası mən nazil etdim. Ənzələ feilindən əmələ gəlib. Feilin 4-cü babındadır. Ənzəltu mən nazil etdim. Ənzəltə sən nazil etdin. Ənzəlti sən nazil etdin qadın. Ənzələ o nazil etdi. Ənzələt o nazil etdi qadın. Ənzəltu mən nazil etdim. Musaddiqan təsdiqləyici olaraq bu musaddiqan feilin ikinci babının ismi failidir. Fə'ələ yufə'ilu bunun ismi faili olacaq mufə'ilun. Saddaqa feilin, bax bu ikinci babının feilidir. Musaddiqun isə bunun ismi faili olacaqdır. Limə mə'akum, yəni mə'akum demək o şey ki sizin əlinizdədir mənasındadır. Əlinizdə olana, yox, hərfi tərcümə belə gedir. Mə'akum sizinlə birlikdədir. Limə, o şey ki. Demək bu əlinizdə mənasını verir. Sonra və la təkunu əvvələ kafirin bih. Demək və la təkunu olmayın əvvələ kafirin bih. Onu inkar edənlərin bihi, onu inkar edənlərin əvvəlincisi olmayın. Burada və bağlayıcı lə inkar ədatıdır. Təkunu feilin təkidi əmr formasıdır. Lə təkunu feilin təkidi əmr formasının inkarıdır. Kənə feilindən əmələ gəlib. Və lə təkunu yəni siz olmayın mənasındadır. Siz olmayın. Sonra əvvələ kafirin bih. Əvvələ ilki, kafirin kafir, bih. Demək, əvvələ kafirin izafət birləşməsidir. Əvvələ izafətin birinci tərəfidir. Gördüyünüz kimi təsirli halındadır. Niyə görə təsirli halındadır? Çünki vələ lə təkunu təsirli feil olduğuna görə izafətin birinci tərəfini təsirli halına saldı. Əvvələ kafirin bih. Demək, burada kafirin ismi faildir. Kəfərə feilindən əmələ gəlib. Fəilun modelindədir. Bi ön qoşması və hi bitişən əvəzliyindən ibarətdir. Və lə təştaru bi əyəti səmənən qalilə. Mənası bu olar ki, və lə təştaru satmayın bi əyəti mənim ayələrimi səmənən qalilən ucuz qiymətə. İndi baxaq. Və lə təştaru satmayın və burada bağlayıcı lə inkar ədatı təştaru demək feilin iftəalə babındadır. İştəraya oldu. Demək feilin iftəalə babının təkidi əmrinin inkarıdır. Kökü şə, ra və yə hərfindən ibarətdir. Bi əyəti özə bu feil bir ön qoşması ilə işlənir. Bi əyəti mənası nə olar? Bir ön qoşma əyəti mənim ayələrimi deməkdir. Bir ön qoşma əyəti izafət birləşməsidir. Əyət burada izafətin birinci tərəfi. Bu bitişən əvəzlikdir. Buna mütəkəllim yası da deyirlər. Mütəkəllim yası yəni feilin birinci şəxsin, feilin yox, bitişən əvəzliklərin birinci şəxsindədir. Mən, kə, ki, sən, hu, hə, o. Bax belə bitişən əvəzliklər bu cür şəxslərdə nedir? Gedir. Demək, mənim ayələrimə burada u mənasında nədir? Gedir. Demək, yenə təkrar edirəm. Əyəti, burada əyət sözünə qədər bu təyinlənən, isə mütəkəllim ya isə burada nədir? Təyindir. Səmənən qalilən, səmənən, yəni az bir qiymətə deməkdir. Qiymət deməkdir səmənən. Səmənən isimdir, təsirli halındadır və qeyri-müəyyənlikdədir.
və bunun qeyri-müəyyənlikdə olmağının səbəbi feildir. Bax, burada lə təştaru feili, lə təştaru, buna neynir? Səmənənə təsir edir, saldı nə? Təsirli halına. Qalilən, az, bir az deməkdir mənası. Bu sifətdir. Qalilən qeyri-müəyyənlikdədir və təkdədir. Və iyyəyə fəttəqun və iyyəyə məndən qorxun. İyyə və burada bağlayıcı iyyə dediyimiz ki, birgəlik ədatıdır. Yalnız mənasını verir. Bitişən əvəzliklə işlədilir. İyyənin burada təsirli halda olmağın səbəbi iyyə ədatının özündən sonra gələn nitq hissəsini təsirli halda idarə edir. Ona görə də iyyəyi olmadı, iyyəyə şəklində oldu. Fəttəquni əslində fəittəquni idi. Fəittəquni. Demək, ittəqu feilinin, yəni təkidi əmr feilinin həmzəsi birləşdirici olduğuna görə oldu fəttəquni. Mənası məndən qorxun. Fə burada bağlayıcı. İttəqu, ittəqu, qorxun. İttəqu, qorxun. Kökü vəqa feilindəndir. Vəqa, vəqayyədəndir. Yəni, ni burada əslində nidən sonra bir yə hərfi olmalıydı. Yə hərfi. İttəqu ni, yəni məndən. Nun burada qoruyucu nundur. Tərkibə hallamaya düşdüyünə görə yə hərfi həzf oldu, yəni atıldı. Və lə təlbisul haqqa bil bətili. Mənası belə olar ki, demək, haqqa batil donu geydirməyin. Və bağlayıcı lə təlbisu, geydirməyin. Libas sözündəndir bu. Demək, və lə təlbisul haqqa, demək, feilin təkidi əmr forması inkarıdır. Haqqa, əl-haqqa, haqqı. Bu isimdir, müəyyənlikdədir və təsirli haldadır. Niyə görə təsirli haldadır? Çünki təlbisu, bu feil təsirli feildir. Ona görə ismi saldı təsirli halına. Bil bətili, demək, batili, demək, bir ön qoşma, əl-bətili ismi faildir. Kökü bətalədən ibarətdir. Sonra və təktumul haqqa və haqqı gizlətməyin. Və təktumul haqqa və gizlətməyin. Təktumu da burada nə olacaq bizdə? Feilin təkidi əmr formasıdır. Əl-haqqa, bu kətəmə feilindəndir. Kətəmədəndir. Əl-haqqa isimdir, təsirli halındadır və bunun təsirli halında olmağın səbəbi kətəmə feilinin və taktumu feilinin təsirli feil olduğuna görədir. Və əntum təğləmun və burada və əntum təğləmun hərfi tərcümədə belə gedir. Və siz bilirsiniz. Burada vav hərfi, vəf hərfi demək hal vavı olduğuna görə bunun mənası olacaq bilə-bilə. Bilə-bilə olacaq. Çünki burada hal vavı nədir? Vardır. Demək, sonra gəlir növbəti ayə, 43-cü ayə. Və əqimus salətə və ətuz zəkətə. Nədir mənası? Və bağlacı. Əqimus salətə. Əqimu feilin təkidi əmr formasıdır. Buna əmr məlum deyirlər. Əqamə feilindəndir. Yəni, feilin 4-cü babındadır. Əqamə yuqimu. Əqimu isə bunun əmri olacaqdır. Və əqimus salətə, salətə namazı qılın. Salət kəlməsi namazdır, isimdir, qadın cinsindədir və müəyyənlikdədir. Və ətuz zəkətə və zəkatı verin. Və ətəyə və ətu ətəyə, ətə feilindəndir və feilin 4-cü babındadır. Sonra əz-zəkətə, zəkatı isimdir, müəyyənlikdədir və təsirlik halındadır və qadın cinsindədir. Vərkəu məğər-rakiğin və burada bağlayıcı əslində və irkəu idi. Təkidi əmrin demək, bu feilin təkidi əmrin demək həmzəsi birləşdirici olduğuna görə
vərkəu şəklində oldu. Məğər rakiğin. İrkəu, yəni rükü edin, siz cəmdədir. Mə'ar raki'in, rükü edənlərlə birgə. Mə'a birgə, ər-raki'inə, raki'un feilindən, ismi failindən törənib. Bunun cəmi adlı halda olar raki'unə, yəli təsirli olar raki'inə. Niyə görə burada yəli təsirli halında oldu? Çünki mə'a ön qoşması ər-raki'inəyə təsir elədi. Sonra gəl buza növbəti ayə 44. Ətə'murunən nəsə bil-birri və tənsəunə ənfusakum. Burada buyurur ki Allah Teala Ətə'murunən nəsə bil-birri, insanlara, burada mımi şəkilçisidir bu. Ətə'murunən nəsə, insanlara yəni xeyir işləri görməyə əmr edirsiniz və tənsəunə ənfusakum və özünüzü yaddan mı çıxarırsınız? Burada mımi sual ədatı, tə'murunə əmərə feilindəndir. İndiki gələcək zamandadır. İkinci şəxsdədir və cəmdədir. Ətə'murunən nəsə insanları təsirli halındadır. Çünki bu ətə'murunə təsirli feil olduğuna görə ən-nəsəni saldı təsirli halına. Ən-nəsi insanlar cəmdədir. Nədir? İsimdir. Bunun təki insun olar. Cəmi olar ən-nəsu. Bil-birri. Demək, xeyr işlərə. Burada bir ön qoşması i, u şəkilçisidir. Birri nədir? Burada bizdə olacaq nə? İsimdir. Və yəlik halındadır. Niyə görə? Çünki bir ön qoşması buna təsir etdi. Və tənsəunə. Tənsəunə bunun kökü nəsəyədir. Nəsə, yaddan çıxartmaqdır. Və tənsəunə, yaddan çıxarırsınız mənasındadır. Feilin ikinci şəxsindədir. Kişi cinsindədir. Və tənsəunə ənfusakum, özünüzü deməkdir. Ənfusəkum. Demək, ənfusakum burada izafət birləşməsidir. Ənfusə, izafətin birinci tərəfi. Kum isə bitişən əvəzlikdir. İzafətin ikinci tərəfidir. Ənfusə təyinlənən, kum isə təyindir. Və əntum tətlunəl kitab. Və əntum tətlunəl kitab. Yəni, siz kitab oxuduğunuz halda və burada bağlayıcı və burada demək, bizdə olacaq hal vavıdır. Əntum tətlunəl kitabə. Kitab oxuduğunuz halda. Demək, və fərqi burada bağlayıcı deyil, burada hal vavıdır. Əntum siz, kişi cinsindədir. Sonra burada əntum ikinci şəxsin cəmindədir. Sonra tətlunəl kitabə. Bu tətlunə oxumaq deməkdir. Tilavət sözündən götürüb kökü tələyə, tələdəndir. Tətlunəl siz oxuyursunuz. Demək, feilin ikinci şəxsinin cəmindədir. Əl-kitabə, kitabı. Niyə görə əl-kitabə təsirli halında oldu? Çünki tətlu nə feili təsirli feildir və özündən sonra gələn ismi saldı nə təsirli halına. Əl-kitabə nədir? İsimdir. Əfələ təqilun. Deyir ki, hələ də ağılla fikirləşmirsinizmi? Mımi, fə bağlayıcı, hələ də pəs mənasındadır. Lə inkar ədatı, təqilunə isə fikirləşirsiniz. Amma lə təqilunə fikirləşmirsinizmi? Fə burada hələ də mənasında çıxış edəcək. Hələ də ağılla fikirləşmirsinizmi? Və yaxud hələ də ağılla düşünmürsünüzmü? 45-ci ayə. Vəstəqinu bis-sabri vəs-salah. Deyir ki, Allah Teala buyurur ki, və istəqinu də əslində burada. İstəqinu feilin əmr formasındadır. İstəfələ feilin 10-cu babındadır. Kökü qaunundur. Vəstəqinu və burada bağlayıcı. İstəqinu feilin təkidi əmr formasındadır. Və kökü qaunundandır. Sonra biz sabri
demək namazdan, üzr istəyirəm, səbirdən və salətə və namazdan və səbirdən nədir? Yardım diləyin. Və stəğinu dediyimiz ki, burada feilin demək 10-cu babının əmr, təkidi əmr formasıdır. Biz sabri, burada biz sabri dandən mənasında gedəcək. Sabri nədir burada? İsimdir. Və salətə isə bu da isimdir və namaz mənasındadır. Və innəhə ləkəbiratun aləl xaşiğinə və o innə və burada bağlacı innə modal söz həqiqətən o bitişən əvəzlikdir, qadın cinsindədir. Ləkəbiratun illə aləl xaşiğin qəlbi titrəyənlərdən başqaları üçün ağır gələr. Ləkəbiratun lə burada təkid ədatıdır. Kəbiratun bu bizdə olacaq sifət qeyri-müəyyənlikdədir. İllə məgər başqa deməkdir. İstisna ədatıdır. Aləl xaşiğin yəni qəlbi titrəyənlər üçün mənasındadır. Alə ön qoşma. Əl-xaşiğinə nədir? Bizdə ismi faildir. Xaşiğun, xaşiğunə bunun adı xalı, əl-xaşiğinə isə bunun yəli və təsiri haldır. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.